Xarici xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi şəxs ifşa olunub. Global AS xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydəroğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb. Araşdırmalarla müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin video çəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim edib. Həmçinin qeyd olunan şəxsin yaşadığı mənzilə baxış keçirilərkən, oradan Kalaşnikov tipli avtomat silahının ayrı-ayrı hissələri aşkarlanaraq götürülüb. Siyafət Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, doyuş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə və 274-cü dövlətə xəyanət maddələri ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir.